Araşdırmalar onu göstərir ki, ümumiyyətlə fəlsəfə əvvəldən bunu deyirdi, ancaq elm artıq indi bu nəticəyə gəlir ki, insanın intellekti, insanın zəkası çox şaxəlidir. Yəni o testlər insanın riyazi və məntiqi bacarığını göstərir. Ola bilsin birinin riyazi IQ-su, riyazi zəkası aşağı olsun, ancaq bu insanın başqa sahədə zəkası çox yuxarı olsun. Bu insanın musiqiyə, bu insanın incəsənətə, bu insanın fəlsəfəyə, bu insanın məsəl üçün hansısa humanitar fənlərə olan bacarığı riyazi bacarığından qat-qat yüksək olsun. Deməli, bir insan ola bilər ki, riyazi olaraq elə də istedadlı deyil, ancaq sən bunun üstündə xətt çəkə bilməzsən. Bu başqa bir sahədə riyazi zəkası yüksək olandan daha yüksək nəticələr qoyar. Hansı ki, o riyazi zəkalı insan orada testlərdən daha aşağı dəyərləndirmə yığacaq. Bu deməli bizim həyata, övlada, tərbiyəyə, təhsilə baxışımızı kəskin surətdə dəyişdi. Ona görə müasir dövrdə artıq o IQ testləri ancaq və ancaq riyazi zəkanı yoxlayır və nəticə budur ki, bizim zəkamız çox şaxəlidir. Hər bir insanın üstün olduğu tərəflər var. Sadəcə olaraq sən o üstün tərəfi tapmalısan, o sahəni inkişaf elətdirməlisən və o sahədə sən böyük nəticələr əldə edə biləcəksən.